Salam, hörmətli əməkdaşlar, hər birinizi xoş gördük. Mən Cəfərli Turanə, ixtisasım biokimyaçı, diyetoloq və nutrisioloqam. Cyberam Wellness şirkətində təlimçi və ekspert kimi çalışıram və bizim hər həftə sizlər əməkdaşlarla fərqli-fərqli mövzularda təlimlərimiz olur, təlimlər keçiririk və bugünkü mövzumuz da çox geniş yayılmış, lakin çox vaxt çox gec diaqnoz qoyulan bir problem haqqında danışacağıq, anemiya haqqında və bilirəm ki, sizlər üçün də bu mövzu çox maraqlıdır. Ə, Əksər insanlar anemiyanı sadəcə aşağı bir hemoqlobin kimi dəyərləndirirlər, qəbul edirlər. Halbuki anemiya bizim orqanizmimizdə xüsusilə oksigen təminatı üçün bir vəziyyətdir. Yəni bizim gün ərzində çox yorğun olmağımız, diqqətimizin azalması, immun sistemimizin zəifləməsi, çox önəmli şikayətlərdən biri olan saç tökülməsi də məhz bəzən olur ki, anemiya ilə bağlı olur. Bugün biz sizlərlə görüşümüzdə, təlimimizdə anemiya nədir, niyə yaranır, kimlər risk altındadır, hansı xüsusilə vitamin, minerallar həqiqətən də bizə lazımdır. Hər birini sizlərlə bu günləri izah edəcəyik. Və təlimə keçməmişdən öncə bunu da vurğulamaq istəyirəm ki, ümumiyyətlə hər hemoqlobin azlığını, hər dəmir azlığını anemiya adlandırmaq olmaz. Və bu günləri xüsusilə buna da biz toxunacağıq. Gəlin baxaq ilk olaraq anemiya nədir? Anemiya qanda hemoqlobinin və ya eritrositlərin səviyyədən aşağı olmasıdır. Yəni ümumi kliniki baxışı budur. Xüsusilə əgər qan azlığı varsa da bizim toxumalarımız, yəni oksigen daşınması azalır. Yəni belə deyim, hüceyrələrimiz qidasız qalır və bu zaman nə baş verir? Bu zaman yorğunluq yaranır. Beyin və əzələlər kifayət qədər oksigen almadığımız üçün bizim xüsusilə həyat keyfiyyətimiz aşağı düşür. Və ona görə də mütləqdir ki, biz anemiyanı düzgün şəkildə dəyərləndirməliyik. Və təsəvvür edin ki, dünyada təxminən 2 milyarddan çox insan anemiyadan əziyyət çəkir. Bunu bir ortalama belə hesablayanda 4 nəfərdən 1 nəfər, yəni 4 nəfərdən 1 nəfəri artıq bu şikayətlərlə həyatını sürür. Və bu da əlbəttə ki, çoxdur. Hal-hazırda Azərbaycanda da çox yayılıbdır. Xüsusilə qadınlarda, hamilələrdə, uşaqlarda, bir də yaşlılarda daha çox rast gəlinir və səbəbləri də əlbəttə ki, hər birinin var. Və ən geniş yayılmış forması, yəni anemiyanın çox səbəbləri var və daha çox yayılmış, yəni anemiyanın 50%, yəni ümumi bu prosesin 50% dəmir çatışmamazlığıdır. Digər yerdə qalanları isə başqa bir proseslərə görə dəyərləndirirlər. Və ona görə də hal-hazırda biz anemiyadan əziyyət çəkən insanlara əlbəttə ki, biz kömək edə bilərik. Bu günləri təlimdə necə kömək edəcəyik, onlara baxacağıq. Və yayılmasının səbəblərinə gəldikdə, İlk olaraq dedi ki, dəmir çatışmır. Yəni orqanizmdə yetərincə dəmir yoxdur. Çünki dəmir bizim eritrositlərin hemoqlobinin yaranması üçün lazım olan bir mineraldır. İkinci səbəb nədir? B12-nin fol turşusunun çatışmamazlığı. Yəni B9 ilə B12-nin çatışmamazlığı anemiya gətirir, çıxardır. Səbəbi nədir? Səbəbi eritrositlər sümük iliyində əmələ gəldiyi üçün məhz sümük iliyində yaranan o qan hüceyrələri B12-nin B9-un sayəsində yaranır. Əgər B12-miz, B10, B9-umuz, fol turşumuz çatışmamazlığı varsa da, əlbəttə ki, həmin sümük iliyində yaranan qan hüceyrələri içi yaranacaqdır, lakin içi biraz boş şəkildə olacaqdır. Yəni zəif, onun elə bil ki, sintezi çox zəif formada gedəcəkdir. Sonra yayılma səbəbi nədir anemiyanın? Daha çox bağırsaq problemi olan insanlarda. Çünki
Dəmirin sorulması, hətta yediyimiz qidadan belə aldığımız dəmirin sorulması nazik bağırsaqda gedir və B12-nin, fol turşusunun sintezi hər biri bağırsaqda getdiyi üçün, əgər bağırsaqda problem varsa da, yenə də gətirəcək anemiya bizi çıxardacaqdır. Güclü menstrual qanaxmalar, bunlar xüsusilə çox önəmlidir ki, insanlar, qadınlar fərqində olmur. Bəzi insanlarda qadınlardan söhbət gedirsə də güclü menstrual qanaxmalar olur və hər ay bu müntəzəm olanda baş verdikdə eritrosit, yəni qan həmin o itirdiyi qanı yenidən bərpa edib yerinə qoya bilmir və bu da yenə gəlir anemiyaya gətirir, çıxardır. Hamiləlik çox burada diqqətli olmalıyıq ki, çünki hamilə bir qadın həm özünə, həm dünyaya gətirəcək evlad üçün yetərincə qana ehtiyacı var. Bundan əlavə B12-yə də fol turşusuna da burada həddindən artıq həmin bu hamilə qanının ehtiyacı 2 dəfə artır. Bir də bunu da hətta belə deyim, qeyd edə bilərsiniz ki, görürsünüz ki, hamilə bir qadına hətta hamiləlikdən öncə belə fol turşusu təyin olunur. Məhz fol turşusu qan eritrositlərin yaranmasında iştirak etdiyi üçün və fol turşusunun deposu olmadığı üçün hamilə qadınlara daha çox ehtiyac olur. B12-nin deposu var. Bəli, biz B12-miz hardasa 2-3 il biz onu depolaya bilirik. Lakin B9-un, yəni fol turşusunun, folivoxilata kimi hər kəs onu bu şəkildə də tanıyır. Bu turşunun deposu olmadığı üçün müntəzəm olaraq bizim bədənimizdə, yəni yetərincə olmalıdır. Qeyri-kafi qidalanma dedikdə, yəni insanların gün ərzində lazım olan zülallardan, qidalardan həmin bu dəmiri almırlar və yaxud da B12-dir, fol turşusunun özüdür. Yəni qidalardan yetərincə almayanda da yenə bu da gətirir anemiyaya çıxardır. Xroniki iltihab xəstəliyi, xroniki iltihabda çox diqqətli olmalısınız. Xroniki iltihab xəstəliklərində dəmir normal olur, lakin insan anemiya yaşayır. Feritin də normal olur, sərbəst dəmir də normal olur. Xroniki iltihab varsa da bədəndə bədən həmin o dəmiri istifadə edə bilmir. Və bu şəkildə də hemoqlobin düşür və anemiya yaşayırıq. Yəni burada nədir? Dəmirin olması, lakin bədən onu istifadə edə bilməməsidir. Mədə bağırsaq əməliyyatları çox önəmlidir. Çünki mədə bağırsaq əməliyyatlarında niyə anemiyaya gətirir, çıxardır? Dəmirin sorulması üçün mədə turşuluğuna ehtiyacımız var və dəmirin sorulması, B12-nin sorulması bağırsaqda getdiyi üçün bunun sintezi azalır. Xüsusilə bu hansı əməliyyatlardan söhbət gedir? Bariatrik əməliyyat keçirmiş insanlardan xüsusilə biz dəmirə, B12-yə, B9-a mütləqdir ki, müntəzəm olaraq yoxlanmalıdır. Yəni bu şəkildə əgər bir yaxınlarınızdan və yaxud da sizə müraciət edən insanlardan aranızda varsa da mütləqdir ki, bunlarda anemiya müşahidə olunur. Vaxtında diaqnoz qoysaq, vaxtında müdaxilə etdikdə əlbəttə ki, anemiyaya yaşamamaq mümkündür. Bundan sonra sizlərə ən önəmli bu slayda diqqətli olmanızı istəyirəm. Çünki anemiya dedikdə insanlar, yenə deyirəm, əksər insanların beynindən ancaq hemoqlobin azlığı, dəmir azlığı və yaxud da feritin azlığı gəlir. Lakin bunun növləri də var. Yəni növlərində biz, əgər biz onu dəqiq diaqnoz qoyduqda və düzgün protokol da təyin etdikdə, əlbəttə ki, bunun hər birinin qarşısını almaq mümkündür. İlk olaraq anemiya növlərindən dedik ki, daha çox dünyada yayılmış dəmir çatışmamazlıqdır. 50% anemiyanın növlərinə aid olan dəmir çatışmamazlığı. İkinci B12 və fol turşusunun çatışmamazlığıdır. Bu da sırf yəni anemiyanın növləridir. Buna məsəl üçün makrositoz anemiya deyirlər. Dəmir çatışmamazlığı isə mikrositoz anemiya deyirlər. Məsəl üçün bəzən biz analiz verdik, hemoqlobinin aşağı olduğunu gördük, lakin biz bilmirik bu makrositoz anemiyadır və mikrositoz anemiyadır. Bu zaman biz dəyərləndirməliyik ki, bəli, dəmir içə bilərik. Lakin onun yanında əgər fol turşusu, B12 yoxdursa da, yenə də biz anemiyanı tam müalicə etmək mümkün deyil. Ona görə mütləqdir ki, hansı tip anemiya olduğunu biz əvvəlcə bilməliyik.
Xroniki xəstəliklər anemiyası, hansı ki, bədəndə xroniki xəstəliklər var. Yenə deyirəm, bədən dəmiri istifadə edə bilmir və bu da hemoqlobin azlığına gətirir, çıxardır və bu da anemiyanın bir növüdür. Hemolitik anemiya, bu artıq xəstəlikdir. Əlbəttə ki, bunlara hematoloqlar baxır. Bu, yəni ümumi məlumat üçün yerləşdirmişəm. Yəni maraqlıdırsa da deyə bilərəm. Hemolitik anemiya ümumiyyətlə eritrositlər demək 120 yaranır və 120 gündən sonra parçalanır və yenidən əmələ gəlir. Hemolitik anemiyada isə bu 120 gün çəkmir. Tez bir zamanda baş verir. Yəni 120 gündən tez bir zaman baş verir və bədən yenidən bu eritrositləri yarada bilmir, çatdıra bilmir. Sürətli baş verdiyi üçün yarada bilmir. Və bu da artıq anemiyanın bir növünə çevrilir və ən önəmli talasemiyadır ki, talasemiya anemiyası da irsi bir anemiyadır. Burada biz talasemiya xəstələrinə, yəni talasemiya daşıyıcısı fərqlidir, talasemiya xəstələri onlar fərqlidir. Bunlar genetik bir xəstəliklərdir ki, artıq burada da əlbəttə ki, bunlara xüsusi onların müalicələri var və ağır talasemiya xəstələrinə heç bir zaman dəmir köçürülmür. Bu çox önəmlidir. Yəni çünki dəmir sorula bilmədiyi üçün burada çox önəmlidir. Və talasemiya daşıyıcısı isə burada heç bir yəni qorxulu bir şey deyil. Genetik olaraq yəni məsəl üçün valideynin bir genini götürübdür. Bu sadəcə daşıyıcıdır. Ola bilər ki, arada bir demək bunda hemoqlobin azlığı olur, bu müşahidə olunub. Bəli, onda vermək olar. Talasemiya daşıyıcıları xüsusi bilməli olduğu nədir? Yəni gələcəkdə ailə həyatı quranda, yəni ailə qurduğu insan talasemiya daşıyıcısı və yaxud da talasemiyalı bir xəstə olmamalıdır. Əsas budur. Yaranmasına gəldikdə qan itkisi sayəsində yarana bilər. İnsan fərqində olmadan qan itirə bilər. Menstrual qanaxmalar xüsusilə buna aiddir. Mədə-bağırsaq qanaxmaları daha çox bu kimlərə aiddir? Məsəl üçün, bəzən olur ki, insanın mədəsində bir yara olur, bir reflü olur. Bilmədən mədənin selikli gidişatı zədələnir və orada başlayır qanaxmalar müşahidə olunur. Və yaxud da bəzən bağırsaqda sızma olur, insanlar bunu görməzdən gəlirlər. Əlbəttə ki, bunlar da gün ərzində bu şəkildə davam edirsə də anemiya gətirir, çıxardır. Ən önəmli qanın kifayət qədər yaranmaması ki, hansı ki, dəmir yoxdur, B12 yoxdur, foltur su yoxdur. Yəni kifayət qədər eritrosit yarana bilmir. Və ən önəmli də eritrositlərin parçalanma müddəti. Və bəlkə də görmüsünüz, analiz verəndə də, məsəl üçün, şübhəli hal olanda mütləqdir ki, sümük iliyində yaranan eritrositlərin parçalanma müddəti də mütləq yoxlanılır. Artıq düzdür, bunlar bizim deyil, həkimlərin işidir. Ümumi məlumat olsun deyə sizlərə bildirirəm. Simptomları artıq bilirəm ki, hər kəs bilir və yəni özünüz də görmüsünüz ki, daha çox yorğunluq, halsızlıq, baş gicəllənmə, məsələn, səhər yuxudan ayırırıq, ürək döyüntüsündən ayılırıq, nəfəs darlığı, əl, ayağın həddindən artıq soyuq olması, dırnaq qırılması, hətta belə deyim, feritinin azlığı son mənə müraciət edən bir pasiyentim vardı. Ağız qırağında yaraların əmələ gəlməsi, saç tökülməsi xüsusilə ən çox gəlinən şikayətlərdən biri olur. Və bunu da demək istəyirəm ki, əgər yaxınlarınızda sizə müraciət edən insanlarda və yaxud da əməkdaşlarda bir insan əgər vegetariandırsa, veqandırsa, bunlarda xüsusilə biz diqqətli olmalıyıq. Yəni məcburən bu insanlarda anemiya görünür. B12 azlığı xüsusilə onlarda makrositoz anemiya olur. B12 çatışmamazlığı çox yüksək dərəcədə olduğu üçün və bu tip insanlarda da mütləqdir ki, bunları nəzərənizdə saxlayasınız ki. Yəni ola bilər ki, əməkdaşlardır, sizə müraciət edən insanlarda anemiya varsa da mütləqdir vegetarian olduğu, vegan olduğunu mütləq biz dəyərləndirməliyik. Ən önəmli hissəsi burada insanların nəticə almamaqlarının səbəblərinə keçirik. Nəticə almamağımızın, yəni bu nədən söhbət gedir? Dəmir preparatı qəbul edirik, anemiyamız var və nəticə almırıq. Hətta B12 da, B9 da qəbul edirik. Artıq 3 aydır. Ən önəmli səbəbi bağırsaqdır.
Baxın, əgər bizim bağırsağımızda problem varsa da, biz istəyir belə 6 ay, istəyir 1 il belə dəmir qəbul edək, nəticə ürək açan olmayacaqdır. Səbəbləri çoxdur. Səbəbləri odur ki, çünki dəmirin sorulması bağırsaqda gedir. Ə, B10 biz dedik ki, B12, B9 yoxdursa da heç bir eritrosit əmələ gələ bilməyəcəkdir. Məhz bu B12-nin, B9-un özünün sintezi də nəzik bağırsaqda getdiyi üçün və bağırsaqda problem varsa da yenə biz bu eritrositlərin əmələ gəlməsini tənzimləyə bilməyəcək. Xüsusilə bağırsaq niyə önəmlidir? Baxın, əgər sizlərə, bizlərə bir insan müraciət edirsə də, anemiyadan danışırsa da, mütləq birinci sualımız o olmalıdır ki, bağırsağın fəaliyyəti necədir? Yəni bağırsaq ola bilər bir insan artıq özü bilir ki, çölyak xəstəsidir, yəni glutenli qidalara həssasdır. Bu insanlarda xüsusilə anemiya var. Çünki çölyak xəstəliyi nazik bağırsağın selektiv qişasının zədələnməsi deməkdir. Artıq bu da, yəni bu B12-nin, B9-un sintezinin azalması deməkdir. Disbiyoz, yəni həddindən artıq çox bağırsaqda köp, qaz, şişkinlik, yəni zərərli bakteriyaların çox olması yenə də bizim burada işimizi ləngidir. Xroniki ishal. Yəni xroniki ishal nədir? İnsanlar fərqində olmadan, yəni bir insan 3-4 dəfə böyük bayra, yəni ishal şəklində gedirsə də onu normal qəbul edən insanlar var hal-hazırda. Lakin bu insanlar fərqində deyil ki, əgər məndə xroniki bir ishal varsa da, artıq biz yediyimiz qidanı, hətta qəbul elədiyimiz vitamin, mineralı belə ishal varsa da, bədən bağırsaq çatdırıb həmin vitamini sintez edib qana keçirdə bilmir. Və burada da əlbəttə ki, yenə biz səbəb olaraq xroniki ishal olan insanlardan nəticə əldə edə bilmirik. Mədə turşuluğunun azlığı xüsusilə çox önəmlidir. Çünki dəmirin sorulması üçün mədə turşuluğuna ehtiyac var. Əgər bir insanda mədə turşuluğu azdırsa, məsəl üçün xüsusilə dərmanlar qəbul edən başqa xroniki xəstəliklərə görə insanlar var ki, bunlar mədə turşuluğunu başqa bir prosesə görə, məsəl üçün pantoprazol içənlər var. Yəni bunu çox uzun müddətli davam edirlərsə, burada mədə turşuluğu aşağı düşür. Və mədə turşuluğu aşağı düşdükdə, dəmiri də qəbul etdikdə yenə də bunun biz sintezini bloklayırıq. Yəni bədənin qəbul elədiyi dəmirin miqdar olaraq azaldırıq və bu da əlbəttə ki, yenə də nəticə almamamıza gətirir, çıxardır. Yəni biz burada nəyə fokuslanmalıyıq? Sağlam bağırsağa. Əgər sağlam bağırsaq varsa da, içdiyimiz dəmirdə, yediyimiz qidalardan da əlbəttə ki, biz dəmirin sintezini müşahidə edə bilərik. İndi isə keçək şirkətdə olan hansı vitamin minerallardan biz anemiya zamanı istifadə etməliyik və ən önəmli niyə istifadə etməliyik? Fərqliliyi nədir? Xüsusilə bu haqda sizə danışacağım. Şəkildə də göründüyü kimi birinci danışdığımız iron mineralı, yəni dəmir mineralı olacaqdır. Bilirsiniz ki, dəmir mineralı mənim üçün, əgər mən bir nutricoloq kimi fəaliyyət göstərirəmsə, əksərən pasiyentlərimin 80-90%-nə bu mineralı təyin edirəmsə də, onun mənim üçün tərkibi çox önəmlidir. Çünki bilirəm ki, dəmir yeganə bir elementdir ki, ondan mən istədiyim effekti ala bilmirəm. Çünki sorulması çox qəlizdir. Ümumiyyətlə, bunu bir qeyd kimi də götürə bilərsiniz ki, eritrositlərin yaranma prosesi bir mürəkkəb prosesdir. Yəni o, məsəl üçün, dəmir içdim, eritrositlər əmələ gəldi, xeyr, elə bir şey yoxdur. Onun üçün xüsusi vitaminə, digər vitamin minerallara ehtiyac var. Daşınması üçün, nəqliyyat üçün onun zülal transportuna ehtiyac var. Və ona görə də bizim istifadə elədiyimiz dəmir preparatının tərkibi çox önəmlidir. Gəlin şirkətdə olan bu dəmiri sizə ümumi analiz edim. Demək, bu dəmirin tərkibində 25,5 mg dəmir var. Bu insanın gündəlik normada, yəni anemiyadan əziyyət çəkən insanlara ehtiyac duyduğu milliqramdadır. Yəni nə çoxdur, nə azdır. Normal milliqramdadır.
Və bunun tərkibindəki dəmir, çünki dəmirlər fərqli-fərqli olur. Dəmir oksid olur, dəmir fərqli-fərqli olur. İndi mən hal-hazırdakı şirkətdəki olan dəmir preparatından danışıram. Bu dəmirin tərkibində demək dəmir fumarat və dəmir askarbat formasındadır. Demək bu nə deməkdir? Bu iki birləşmə o deməkdir ki, hər ikisi ümumiyyətlə dəmir, bilmirəm, bəlkə də aranızda kimyaçılar varsa da və yaxud da kimya dərsindən xatırlayırsınızsa, dəmir 2 valentli, bir də 3 valentli olur. Bizim ola bilər biz həm 2 valentlini qəbul edirik, yəni vitamin olaraq, həm 3 valentlini qəbul edirik. Əgər 3 valentli dəmiri qəbul edirsə də, bağırsağımızda sorulan qana keçən dəmir 2 valentli olmalıdır. Və şirkətdəki məhsulun tərkibindəki dəmir 2 valentli olduğu üçün və askarban formasında olduğu üçün, yəni bağırsaq burada uzun müddətli reaksiya gözləmir. Yəni proses çox tez baş verir. Yəni bağırsağa lazım olar valentlikdə dəmir düşür və onun sintezi tez baş verir. Yəni sorulması tez baş verir və bu da xüsusilə bizim üçün çox önəmlidir. Xüsusi əlavə tərkibində 90 milliqram dəmir vitamin C var. Mən məsəl üçün əgər dəmir təyin edirəmsə də, dəmirin tərkibində vitamin C yoxdursa da, xüsusi olaraq ona 100 milliqram ya qidadan almalıdır hər gün dəmiri, ya tablet şəklində əlavə bu içilməlidir. Yəni 100 milliqram bunun normasıdır. Və burada xüsusilə 90 milliqram bu preparatın tərkibinə qoyaraq bu dəmirin işini daha da effektiv ediblər. Xüsusilə B1, B6, B9 vitaminlərinin olması da bağırsaq peristaltikası üçün önəmlidir. Qan yaranmasında, transport iştirakında bunlar, bu vitaminlər iştirak etdiyi üçün də xüsusilə bura yerləşdiriblər. Və sizlərə mən fol turşusu haqqında danışdım ki, fol turşusu çox önəmlidir qan yaranmasında. Əgər B9-umuz çatışmırsa da biz qətiyyən bu eritrositlərin yaranma prosesini tənzimləyə bilmirik. Və burada olması da mən yenə deyirəm, gec qoşulanlar varsa da qeyd etsinlər, fol turşusunun deposu yoxdur. Yəni B9 vitaminin deposu olmadığı üçün bizə ona ehtiyac var. Yəni eritrositlərin yaranmasında, qan hüceyrələrinin yaranmasında bizim fol turşusuna ehtiyacımız var. Və burada da olması yenə də bu preparatı daha da mükəmməlləşdirir. İnulin prebiotikdir. Yəni biz bağırsaqdan danışdıq. Yəni bağırsaqda bir disbiosis varsa da, sağlıqsız bakteriyalar varsa da, inulin də bura daxil olaraq həmin o sağlıqlı nə qədər azdırsa da ona inulin elə bir ki qidası olaraq bağırsaq mikrofloramızı daha da dəstəkləyir. Yəni dəmirin sorulması üçün bir orada mühit şərait yaradır. Və ona görə də bu preparatı hər bir kəsə, yəni anemiyadan əziyyət çəkən insanlara verə bilərik. Sonra demək anemiya zamanı əgər biz bizə müraciət edən insanlara yenə deyirəm, ən önəmli onların bağırsaq sağlamlığıdır. Yəni bağırsaq sağlamlığı yoxdursa da biz həmin o içəcəyimiz dəmir preparatı, bu məhsul belə olsa, yəni effektini görməyə bilərik. Çünki yenə deyirəm, həmin o içdiyimiz preparat olsun, dəmirin sorulması sağlam bağırsaqda gedir. Və o əlbəttə ki, Elbifidin burada, probiotikin burada bizə həmin bağırsaq mikroflorasını yaşlaşdırmaq üçün, iltihab varsa da onu azaldır və orada yenə də xüsusilə disbioz zamanı, yəni inanın ki, kimsə mənə deyəndə ki, yəni sual olanda bir qarşımda oturan bir insandan bağırsağın necədir? Valla son zamanlarda heç eşitmədim. Kimsə desin ki, yox mənim bağırsağım normaldır. Bəli deyirlər, lakin mən onlara sual verən zaman görürəm ki, yox bu insanda yenə də bağırsaq problemi var. Əlbəttə ki, bu bizim ətraf mühitdən, yediyimiz qidalardan hər bir şeylə əlaqəlidir. Və ona görə də bu Elbifid, probiotik, anemiya zamanı dəmirlə birlikdə verdikdə bu bizim köməkçi maddəmiz olur ki, həmin dəmir preparatı normal sorulsun. Hətta yediyimiz qidadan aldığımız dəmir belə sorulması üçün sağlam bağırsaq mikroflorasına ehtiyacı var.
Ə, Deyəcəksiniz ki, Turanə xanım, çınxın burada yeri nədir? Xüsusilə mən yenə deyirəm, eritrositlərin, qırmızı qan hüceyrələrin yaranması bir dəmirə görə baş vermir. Ə, və anemiya əksər xəstəliklərin başlanğıcında durur. Yəni dəmir deposunun azlığı, hemoqlobinin azlığı, ə, əsas yəni bizim hüceyrələrimiz, toxumalarımız oksigensiz qalır. Hətta bəlkə də bilmirəm, eşitmisiniz ki, çox xroniki xəstəliyi olan insanlara azon verirlər, oksigen 3 azonu və insan həmən özünü çox yaxşı hiss edir, çünki oksigen verilir. Və dəmirin olması, hemoqlobinin olması, eritrositlərin olmasını bizim hüceyrələrimiz oksigenlə qidalanmasıdır. Beynimizin qidalanmasıdır. Və əlbəttə ki, bu prosesin yaranmasında bir dəmir iştirak etmir. Burada çınkla misin də rolu çox önəmlidir. Baxın, şirkətdə olan Çink mis, yəni tərkibində 1 mg düzdür, az miqdardadır. Lakin yəni bu bizə lazım olan milliqramdadır. Xüsusilə bəli, əsasən adından da bilindiyi kimi xüsusilə 25 milliqram tsinkdir. Tsinkın burada əsas işi, tsink ümumiyyətlə burada e, toxuma bərbasını, yəni ümumiyyətlə toxuma anemiya varsa da bizim toxumamız zədələnir. Oksigensiz qaldığı üçün zədələnir və bu zaman immun sistem zəifləyir. Çınqın burada əsas işi həmin o toxumanın bərpa edir. Və əgər biz dəmir də preparatı qəbul ediriksə də oksigenlə qidalanıraq, yəni hüceyrələr tez bərpa olunur. Və misin burada olması mis dəmirin hemoqlobinə çevrilməsində iştirak edir. Əgər bir insanda mis elementi çatışmırsa da, həmin dəmirin özü, dəmir içə bilərik, qəbul elədik, bəli. Amma bizim bədənimizdə yetərincə mis yoxdursa da və bizə həddindən artıq çox mis içməyə də ehtiyac yoxdur. Yəni 1 mg profilaktik doz olaraq bizim üçün yetərlidir. Və o buradan bizim qəbul elədiyimiz preparatda çink həmin o toxumanı bərpa edir proses olaraq və mis də burada həmin o dəmirin özünü hemoqlobinə çevirən reaksiya olaraq dəmirə çevrilmədə bizə misə ehtiyac var. Və bu proses əlbəttə ki, bizim köməyimizə anemiya zamanı çox kömək edir. Və xüsusilə bunu sizə qeyd etmək istəyirəm ki, xüsusi əgər dəmir qəbul ediriksə də, sıqla dəmiri eyni anda içmək tövsiyə edilmir. Çünki hər ikisinin funksiyası daşıyıcıdır. Yəni oksigeni daşımaqdır. Yəni tsinkın əsas işi immun hüceyrələri daşıyıcıdır. Elə bil ki, ikisi də eyni qapıdan girə bilməz. Əgər ikisini biz eyni vaxtda qəbul etsək, hüceyrələrin içinə həm tsink, çünki ikisi də daşıyıcı funksiyanı yerinə yetirir. Biri oksigen daşıyır, digəri immun hüceyrələr üçün lazım olan daşıyıcı funksiyanı yerinə yetirir. Və ona görə ikisi bir yerdən hüceyrənin qapısından bir yerə girə bilmir. Əgər girirsə də biri digərinin işini zəiflədir. Və ona görə mütləqdir ki, əgər tsink qəbul ediriksə, yəni etməliyik, edən zaman nə edirik? Edən zaman aralarında 2 saat fasilə verilməlidir. Yəni eyni vaxtda qəbul edilməməlidir. 2 saat biz gözləməliyik. Şirkətdə bu qida əlavəsi haqqında danışım. Düzdür, üzərinə beauty formula yazılıb. Yəni insanlar elə bilirlər ki, məsəl üçün bu sırf xanımlar üçündür. Əslində tərkibini analiz etdikdə gəlin baxaq. Tərkibində B12 var. Xüsusilə makrositoz anemiya üçün çox önəmlidir və fol turşusu var. B6 var, vitamin C var. Yəni sırf qan hüceyrələrinin əmələ gəlməsi üçün, eritrositlərin sümük iliyində sintezi üçün lazım olan vitamin, mineral hamısı bir aradadır. Yəni ona görə bunu sırf yəni qadınlar içməlidir, elə bir şey yoxdur. Yəni adı ümumi olaraq beauty formuladır. Yəni xüsusilə elə bir komponentlər var ki içində. Yəni bu iyonu qəbul etdikdə insanların rəngi, ümumiyyətlə üz quruluşunda, yəni xüsusilə əzələ çatışmırsa da, qan dövranı yaxşılaşır deyə dərinin tonu yaxşılaşır. Yəni xüsusilə bunun üçün götürülür. Saç tökülməsi varsa da, yəni bu vitaminlərin çatışmamazlığı həmin
demək bədəndə çox simptomlara gətirdiyi üçün, yəni adını bu şəkildə qoya bilərlər. Lakin bu sırf gözəllik üçündür və yaxud da saç tökülməsi üçün bunu için deyə bir şey yoxdur. Fəal maddələr məhz makrosistoz anemiya zamanı tövsiyə edəcəyimiz vitamin, mineral kompleksidir. Yəni bunu da əlbəttə ki, biz tövsiyə edə bilərik. B6 xüsusilə hemoqlobinin sintezi üçün çox önəmlidir. Yəni bunu hər kəs bilir, həm yəqin ki bilir. Və ən önəmli hissəyə gələk. Bəzən insanlarda belə bir fikir formalaşır və bilirəm ki, aranızda da var ki, feritinə yoxlatdırırıq. Feritinimiz, depomuz çox aşağı düşübsə də başlayırıq dəmir preparatı qəbul etməyə və yaxud da hemoqlobinə baxan insanlar var. Sadəcə hemoqlobin normaya düşür. Demək, məndə hər şey normaldır. Xeyr. Bir insan hemoqlobini aşağıdırsa da, anemiya diaqnozu qoyulubsa da, bu insan dəmir qəbul edirsə də, bunu məsəl üçün hemoqlobin normaya düşdükdən sonra həmən yəni bundan içməməyi dayandırmamalıdır. Çünki orada hemoqlobin normaya düşüb. Hələ depolar boşdur. Hemoqlobini normada görün və dəmiri həmən kəsin, bu olmamalıdır. Çünki bir aydan sonra biz yenə həmin simptomlarla üzləşəcəyik. Burada biz hemoqlobini normada gördüksə də, əlbəttə ki, biz fikirləşməliyik ki, dəmirin deposunu doldurmaq üçün hələ bir müddət bizə vaxt lazımdır. Və ona görə hemoqlobini normallaşdıqdan sonra təxminən 2-3 ayda biz dəmir ehtiyatlarımızı doldurmalıyıq. Yəni feritini bərpa etməliyik və burada da bunlar çox önəmlidir. Və insanların niyə bu çox anemiya ilə əziyyət çəkməklərinin səbəbi budur. Hemoqlobini normal görən kimi, yəni hər şey məndə artıq normaldır deyə fikir formalaşır. Bu da yenə 1-2 aydan sonra eyni simptomların geri qaydışını görürük. Və ona görə də mütləqdir ki, hemoqlobini normal görürük, biz feritin dəyərlərinə də baxmalıyıq. Feritin dəyərləri aşağıdırsa da, əlbəttə ki, 2-3 ay biz bu preparatı qəbul etməliyik. Ən önəmli necə qarşısını almalıyıq? Bu birinci demək tövsiyəmdir. Balanslı qidalanma da olmalıdır. Yəni sırf mən sadəcə vitamin, mineralı içirəm deyə mənim hər şeyim normaldır. Xeyr, içdiyimiz vitaminləri aparan zülaldır ki, yəni yediyimiz qidalarda makronutriyentlərdir ki, onu da hüceyrəyə aparmaq üçün bizə zülal ehtiyacımız var. Bağırsaq sağlamlığını unutmayın. Yəni ən önəmli faktorlardan biridir. Əgər kimdəsə güclü menstrual qanaxmalar varsa, bunu xüsusilə qiymətləndirməniz çox önəmlidir. Profilaktik olaraq əgər sağlam həyatdan danışırıqsa da, mütləqdir ki, analizlər verilsin və ən önəmli vitamin çatışmamazlıqlarını vaxtında aşkar etdikdə, əlbəttə ki, bu prosesin qarşısını almaq mümkündür. Bu günləri biz sizinlə anemiya nədir, növləri nədir, xüsusilə anemiya sadəcə aşağı hemoqlobin olmadığını sizlərlə öyrəndik və hər bir kəsdən xüsusilə sizlərə əgər insanlar müraciət edirsə də, toplum müraciət edirsə də, anemiyanın bizim həyat keyfiyyətimizi pisləşməsini izah etməliyik. Bir insan anemiyadan əziyyət çəkirsə də onun immun sistemi də aşağıdır. Xüsusilə iş qabiliyyəti aşağı düşür. İnsan çox yorğun olur. Hətta araşdırmalar belə göstərir ki, anemiyalı insanlar depressiyaya meyilli insanlar olur. Tez-tez əhval-ruhiyyələri dəyişir və ona görə də ümumi götürdükdə anemiya bizim həyat keyfiyyətimizi pisləşdirir. Və ona görə də erkən diaqnoz, düzgün müalicə apardıqda təm nəzarət altında əlbəttə ki, anemiyanın qarşısını almaq mümkündür. Hər birinizə təşəkkür edirəm təlimə qoşulduğunuz üçün. Ümid edirəm ki, maraqlı təlim oldu və sizləri narahat edən suallarınız var idisə də hər birinə cavab tapa bildirdiniz. Diqqətinizə görə təşəkkür edirəm. İnşallah gələn təlimdə görüşmək ümidi ilə sağ olun.